Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Yenidən sizlərlə yeni bir videoda qarşınızdayım. Bildiyiniz kimi 5 aydan çoxdur artıq mən video çəkmirəm, çünki Telegram oyunlarının videolarını çəkirdim. Bir çoxu qazandırdı, ondan sonra proyektlər, belə deyim, yatırıma getdi, pul istədi. Yatırdığımız pulun da belə deyim, nə çıxartmırdı, 2-3 qat aşağı verirdi. Ona görə mən videoya dayandırdım, yatırım tövsiyə etmədim. Yəni özüm də oynamıram hal-hazırda, ona görə sizə də tövsiyə etmirəm oynamağa. İndi hər hansı bir normal Telegramın öz oyunu çıxarsa, yəni böyük dəstəkçisi olarsa, o zaman həm qrupda və burada video çəkib paylaşacağam. İndi keçək proqrama. Gördüyünüz kimi proqramımız B-Neştokdur. Yəqin bir çoxunuz bilirsiniz, ya bunun oxşar proyekti Notepixel deyirəm, üzrlü sayın. P-Coin yəqin eşitmişsiniz. 6 ildən çox davam etdi, yəni belə deyim də sizə. Günlük 100-150 P qazana bilirdik. Onu 6 il boyunca oynayanlar hardasa ortalama 200.000, 300.000 dollar pul götürdü oradan. Yəni bu rəqəmlər biraz çox ola bilər, amma ki böyük dəstəkçiləri oldu həqiqətən. 3 dollar kimi qalxmışdı. Yəni indi Bitcoin düşüşü ilə o da düşüb hardasa 0.92 olmalıdır mən biləm. Bu da ona bənzər bir proyektdir. Gördüyünüz kimi güvənlidir. Yəni güvənilir olmasa bilirsiniz ki, App Store-da olmaz. 5 milyondan çox kütləsi var. İndi keçək proqramımızın içinə. Proqramımız aslında belə bir səhifə ilə qarşılayacaq bizi. Buradan Sign In'a vurub, buradan Sign In'dir. Sign In'a vurub Gmail-lər seçirik ya da ki, Jaldat'a bağlayırıq. İndi mən bunu email-ə bağlayıb gəldim. Gördüyünüz kimi email seçdim hal-hazırda. Fırlanır. Qoyasılsın. Burada davət kodu istəyir. Gördüyünüz kimi davət kodu olmamalı, keçmək olmur. Burada gəlirsə yazırsınız Nicat 053 yazırsınız. Şimdi onaylaya vurursunuz. Baxın, şimdi onayla. Gördüyünüz kimi fırlanır və artıq açıldı. Gördüyünüz kimi. Burada bir çox reklamlar ola bilər, gördüyünüz kimi. Proqram baqa düşmüşdü, üzrlü sayın. Arada ola bilər. Yəni çox adam girdiyinə görə arada belə bir problem yaşanır. Burada görürsünüz reklamlardır. Gördüyünüz kimi. Bunlar əsas reklamlardan yığırlar pulu. P-Coin da eyni belə idi. Reklamlardan əldə olunan gəlirlə coinlərini bazara çıxartdılar yəni. Burada çox sığdır. Gəlirik hər gün. Burada gördüyünüz kimi arı şəkli var. Onun üstünə bir dəfə tıklayırıq, reklam çıxır gördüyünüz kimi. Burada X gəlir. Bax, saniyə gedir burada. Bax, burada saniyə gedirdi. Göstərə bilmədim. Burada sonra X gəlir. Bu X-in üstünə vururuq. Gördüyünüz kimi 23 saatdan bir dəfə giririk. Bu istəsə ikinci dəfə də vura bilərik. Çünki artırır, daha da qazanc çox verir. 0.25 bir dəfə vursam üstünə daha çox yığacaq saatdan. Bax, burada saatda yazır 0.25. Maksimum 5 dəfə vura bilərəm deyəsən. Ya da sınırsızdır, yoxlamamışam heç. Kim istəyir onu vursun, daha çox qazansın yəni. Belə deyim də sizə günə 1-2 3 dəqiqə vaxtınızı ayıraraq reklamlar da uzağı 30 saniyə, ən çox 30 saniyə gəlir gördüyünüz kimi. Bax, burada yığılır. P-Coin çox verirdi. Bunun hardasa arzı lap az olacağına görə gördüyünüz kimi lap az verir. Bu o deməkdir ki, coinin dəyəri P-Coin-dən də daha dəyərli olacaq. Ona görə az verir. P-Coin də burada məsələn günlük 150-200 P yığmaq olurdu. Referalla daha çox yığmaq olurdu. 1000-2000 kasmaq olurdu. 3 dollar kimi qalxmışdı. İndi P-Coin-i hesab eləyin. 100.000 arzu olaraq 200 dollara qalxıbsa, bu belə yavaş yığıb 10.000 arzu olarsa əgər, o varsa 10-15 dollar qazandıra bilər bizə. Burada Jallet var. Hələ şey heç bir yenilik yoxdur. Burada gördüyünüz kimi. Kimlik doğrulama falan hələ ki ehtiyac yoxdur. Yəni rəsmi səhifələrdən açıqlama gəlməyib. İnşallah bunu kimlik doğrulamanı coin bazara çıxanda mən sizə video çəkəcəm.
Yəni siz 24 saatdan bir hər gün girib burada bir dəfə tıklayın ya 2-3 dəfə daha çox eləyin ki, daha çox qazana bilərsiniz. Uzağa 5 dəqiqə gündə vaxtınızı ayırın. Yəni bunu yığmağa çalışın. Burada reklamlar var. Sonra dəvət eləyə bilərsiniz dostlarınızı. Var dəvət kodu var məsələn. Bura vurub dostlarınızı dəvət eləyə bilərsiniz. Onlar da yığa bilər. Və oyunlar var məsələn. Burada oynayırsan, bax bu coin'dan yığırsan hələ. Bir neçə dəqiqə oynamamışam, eskiden birini oynamışdım. Bax bir oyuna girirəm. Oyunlar da var hal-hazırda. Bunun mən elə düşünürəm. Öz gördüğünüz gibi belə bir şey var bu oyunu. Ben de başa çıkmadım bunu valla. Sözümüzü. Gördüğünüz gibi 1.1K. Bu yəqin nəsə qazandıracaq da bizə. 30 saniye reklam verdi. Bu neydi? Gəl biraz saxlayayım. Bunu oynadım dostlar. Bu oyunlardan başım çıxmadı. Heç nə vermədi mənə. Yəni tam dəqiq bunu yoxlamamışam. Yəni vaxtınızı ayırıb bu oyunları oynamayın. Sadəcə girib buradan mini eləyin. Bunu vallahi mən də dəqiq bilmirəm. Burada referanınız var, takım göstərir. Takımımız da var, yəni nə qədər qazanırıq. Gördüğünüz kimi burada reklamlar gəlir. Bu daha çox qurdalamayın. Gəlib hər gün burada 2-3 dəfə bunun üstünə vurub reklamları izləyib. Gündə bir dəfə, gündə 5 dəqiqəlik reklam izləsəz burada mini eləsəz besinizdir yəni. Çox bunun belə deyim qazandırmır oynadım oyunu. Heç nə vermədi. Videomuz bu qədər idi. Yorumlarda hər hansı bir sualınız olarsa yorumlara yazın. Mən sizə köməklik edeyim. İnşallah bu satışa çıxanda yeni videosu ya çıxmasa çıxmağa çıxacaq 100%. Çünki 5 milyon abunəsi var bunu gördüğünüz kimi. Böyük kütləsi var. Yəni biraz səbirli olmaq lazımdır. Hər şeyi gözləmək lazımdır. Gördüğünüz gibi Picoin nətər oldu. Çox oynayanlar daha çox qazandı. Hər hansı bir sualınız olsa yorumlar qismində yaza bilərsiniz.